Selamünaleyküm. Ay selamünaleyküm. Aleyküm. Hoş Necəsiz? geldiniz. Necəsiz? Nesin dedim. Maşallah. İnşallah bu evi sizin əlaqənizlə bir yere sataq. İnşallah, Allah inşallah. köməyiniz olsun. Ay Qalib bəy. Bizim bu ev yerləşir Masazır qəsəbəsi General Hakim Abbasov küçəsində. Bəli. Ümumi yoldan, trasdan bura 1 kilometr yoldur. Gedən evlə tanış edim sizi. Buradan özü 569 nömrəli 569 nömrəli avtobus avtobus keçir. keçir, bəli, buradan Bəli. keçir. Yəni düz evin qarşısından keçir, gedir avtovağzala, metroya. Bax bu hasar ki görürsünüz, bu hasarın aşağısı fundament betondur. 40 beton dövmüşəm, özü görürsünüz cüt kubikdir. 100 kubikləndir. Bu da bizim obyektimizdir. Deməli burada sizdə həm fərdi yaşayış Həm evi fərdi var, yaşayış həm də evi. obyekt var. Bəli, obyekt var. Əla. Bunun yarısı qadın salonudur, yarısı da kişi salonudur. İkisi de yani arendadır. Görürsünüz sayğaclar adlidir, obyektin sayğacları ayrıdır. Müəllim, bu obyektlər fəaliyyət göstərir də. Bəli, bu arendadır. Görüş arendadır. Bu işe sayğacıdır, bu da bunun qaz sayğacıdır, yani obyektinkidir. Evimin qaz sayğacı budur, bu obyektinkidir. Obyektlərin sayəsi mi də deyərdiniz? Obyektin sahəsi 7'li onadır, 70 kvadrat. Hansı? O pişi 70 kvadratdır, Çok 35 kvadrat. Kişi salonudur, 35 kvadrat qadın salonudur. Bəli. Bayırda ayak yolu var, obyektin. Hem hamamı hem tuvaleti. Bak burada hamam tuvaletidir. İstip oldu. Mənim evim işığı 3 fazadır. İşıq 3 faza çəkilibdir. Bu evin tikilməsi çox möhtəşəm olubdur. Keçən İsa'yla sizi tanış edeyim. Hoş gəlmişsiniz bir daha. Evin həyətini tanış edeyim. Bu bizim qapımızdır, darvazamızdır. Darvazamız pultla açılıb bağlanır. Gözəl. Çöldə bizim belə sanitar qovşağımız var. Mən yayda burada mən yaxanı düşünürəm. Burada bizim inşallah bu kotellimizdir, mini kotellidir. Burada işıq tənzimləyəndir, kombidir, su nasosudur. Burada bizdə sol tərəfdə belə bir söhbətgah var. Aşağısı obyekti, bayaq baxdığınız obyekti. Aşağısı obyekti, yuxarısı söhbətgahdır. Ondan sonra gəlin sizi evin çöl görünüşünə tanış edeyim. Buyurun. Evlər, pəncərələr görürsünüz ki, dəmir barmaqlarla üzlənilibdir. Gəlin gedəyin sizi bir setlərlə tanış edeyim. Bizdə burada kebabxanamızdır, təndirimizdir. Kebabxananın aşağısında belə bizdə su. Belə bizim burada belə bir çənimiz var, yerin altında. Su rezervuarı. 14 ton sudur, 14 ton. Yerin altındadır. Deməli, burada bizdə belə bir təndir var. Təndirimiz var burada. Ondan sonra Hüsam müəllim, bisetkanın polu betondur. Betondan sonra bunun qırla üzləmişəm. Qırdan sonra tol çəkilibdir. Toldan sonra steşka verilibdir. Vurulub mitla. Patologunda da görürsünüz ki, bu taxtanın alt hissəsində stiklavat vurulubdur. İşini isə aşağı verməmək üçün. Bu bisetka 7 metrdən 10 metrəyə edir. Gözəl mənzərə də açılır. Mənzərəsi var, bəli. Buradan inanın ki, bax o sağ tərəfdə bizdə Qara metrosu görsənir. Buradan düzdür, biraz hava dumanlıdır, görsənmir, dumanlıdır. Bəli. Orada Köroğlu metrosu görsənir. Görsün Sokanın binası görsənir, Qaratun. Bulutlu da belə görsənir. Stadion var, Qalib bir o görsənir. Buradan bax, Mehtabat görsənir. Orada bizə Nurxanıdır. Bir də onu da izləyicilərə çatdırım ki, bax 569 nömrəli avtobus düz evin yanına. Bəli, evin qarşısında. Gedir avtovağzala. Avtovağzala gedir, bəli.
Ora Duzlu göldür. Kuzu gördü. O tərəfdə Novxanıdır. Novxanı. Buradan da Sabah klubun stadionu görsənir. Bəli, orada saray görsənir. Yəni Görsənir piyada saray. 5-10 dəqiqəlik yoldur. Burada görsənir saray. Sonra evlə mən çöldən evlə tanış eləmək istəyirəm sizi. Ev o vaxtı mən bunun ev 12-11-də qazanda 1 metr arxadan 1 metr yandan enini qazmışam. Enini qazandan sonra şkaturlanıbdır. Şkaturlandan sonra 120 kilo qır almışam. Mənim bir qırçım var. O qırlayıbdır. Qıryandan sonra üstündən mikrostolu çəkmişəm. Mikrostolunu 2 dəfə çəkmişəm. İndi həbət baxanlardan, inşaatdan bilənlərdən var ki, mikrostolu nətərdə olur. Mikrostolundan sonra üstündən pinoplast vurmuşam. Pinoplast çəkilibdir. Drenaj sistemi var. Drenaj sistemi evin fundamentindən beton töküləndə 60'ın beton döymüşəm. Ev 12 kolon üzərində tikilibdir. Mənim krişamda, krişa deyəndə ki, dam örtüyüm beton monolitdir. Beton monolitdən sonra krişam təmiz Ruki firmasındır. Deməli, Bisetkanın da krişası Ruki firmasında, çöldəki sanitar qovşaqdır, Kaçelni də, onun da krişası Ruki firmasınınkidir. Ruki firmasını bilən bilir də, indi 37 manatdır, mən 17 manatda olan vaxtda almışam. Deməli, evin tikilişinə 28 ton armatur işlətmişəm, 6 ton Katinka işlətmişəm, armatur Rusiyanın olubdur, Katinka Ukraynanın olubdur. Ay maşallah. Orada bağımızdır. Orada bir sortda meyvə bağları var. Orada həyətdə armud ağacım var, qəşəng, canım sizə desin, qəşəng nar ağacım var, aşkinciləkmişəm, armud ağacım var. Sonra canım sizə desin, alma ağacım var, Yapon əzgilim var. Bu qəşəng, bu şirin nardır. Özə çox, tumu da yoxdur bunların, tumsuz nardır. Burada nə var? Bu mənim tikinti materiallarım burada yığmışam. Əl damı. Əl damı, yox, material yığmışam, tikinti materialları. Yəni material yoxsa dolu şeydir material. Sen bilirsin, armudumuz var, armud ağacı. Bak görürsün, şimdi armud da var. Armudumuz var. Sonra qəşəng nar ağacımız var. Bu alçadır. Naxçıvan alçası, iri alçadır. Sonra bura, bak bu bizdə gavalı ağacıdır. Sonra xurma ağacıdır. Sonra Yapon əzgilidir. Nə gözəl mənzərə açılır. Ümumiyyətlə bir şey deyim sizə, bir saniyə. Bura hündür ərazidir. Ümumiyyətlə buranın havası asma, xəstənin əziyyət çəkənlər üçün tam əlverişlidir. Bəli. Asma xəstəliyi, ürəyində problem olan adamlar üçün buranın havası insan orqanizminə çox xeyri olan bir yerdir. Tamamilə doğru. Yəni isti keçənində bir tərəf. Evin opşi arxasına keçid var. Yəni evin arxasına fırlanma olur. Evin arxasına fırlanma olur. Yəni baxın görürsünüz boşdur. Baxın 4 metr hündürlüyündə, 4 metr hündürlüyündə bu evin arxası 4 metr. İndi bax görün hardasınız? Aşağı düşün çökəyə. Yəni mən bunu istəyirəm izləyicilər buranı yadda saxlasınlar. 4 metr hündürlüyündə 12 metr, evin uzunluğu 12 metrədir. 12 metr uzunluğunda beton pərdədir. Pərdənin də qalınlığı 40-lıqdır. Gözəl. Hə. Burada 12 kolon var. Məndə o şəkil də var. Vermişəm sizə, onu da YouTube-a qoyarsınız. Mütləq. Hə, şəkildə görsənir, çöldən maketi görsənir evin. Yəni gedəyən indi əsas keçəcək evin arxasında. Çünki evin içinə gedəcək. Əsas evin içində başlayır proses. O tikinti nəzarla bağlı deyəcəm sizə. Deyiləsi sözlərim var. Bax, gəlin bura. Burada baxın, bax oradan drenaj sistemi atmışam o küfdən. Bax buradan. Buradan drenaj sistemi atılıbdır, bax buradan. Drenaj sistemi opşi evin divarı, evin fundament drenaj sistemi gəlib çıxır bura, sağdan. Baxın. Bax həmin o drenaj sisteminin turbasıdır. Yəni ev drenaj sistemindədir. 2 il bundan qabaq evin arxası ev satılırdı, həyət ev satılırdı. Avqust ayı çöldə 45-40 dərəcə isti vardı. Buranın su gəlmişdi. Getdim baxdım arxa qonşuda dizə qədər su yığılmışdı. Deməli bura problem yoxdur. Su axsa da, nə olsa da hamısı drenaj sistemi. İndi içəridən də izləyicilərimizi tanış eləyərik. Deməli, görsənik. Baxın, bu bizim beton yerimizdir. Beton yerimizdir. Bax, bir divar, istənən bəyətlərimdə görmürdür. Bax, bu həmən divardır.
4 metr. Arxadan torpağın altında. Bəli, biz yüksək yerin altındayıq biz. Yerin altındayıq deyə görə. Yəni fikir verin. Qətiyyən nəmişlik yoxdur. Nəmişlik deyilən şey yoxdur. 4 metr hündürlüyündə 12 uzunluğunda beton pərdədir. Pərdənin də qalınlığı 40 sm. Biz də burada gedir birinci mərtəbə. Burada da yaşayış ola bilər. Mənim üçün bu bizim kladovkamızdır. Burada balon, miş-tiş bura yığılır. Yəni Əla, yığılır. Belə bir yerdir. Bizə lazım olan bu kolonlardır. Bax bu kolondan bizdə 12 dənədir məndə. Bu kolon 12 dənədir. Belə görsənir. Beton rigyerinə gedir. Yəni görsənir faktiki. Beton rigyerinə gedir. Bax burada da rigyer gedir. Bu bizdə beton pərdədir. Pərdənin də qalınlığı 40-lıqdır. 40 sm qalınlığı. Hündürlüyü 4 metr, uzunluğu 12 metrdir. Deməli bu da arxa tərəfdən torpağın altıdır. Bəli, torpağın altı. Amma maşallah nəmişlik deyilən şey yoxdur. Baxın görürsünüz bax burada ağacı buradan görsənir də. Mən çöldə izah edimi qonşu həyətə su buraxmışdı. Görürsünüz burada drenaj sistemidir. Drenaj sistemi olan yerdə qəti nəm ola bilməz. Nəm ola bilməz. Ondan sonra deməli görsənir də yəni beton pərdə şey görsənir, beton yer görsənir, beton kolon görsənir. Burada mənim üçün xaladenikdir, canım səhərləşim. Burada bizdə su filtri var. Filtrimiz burada görsənir. Suyu burada süzürük, burada aparım evdə isirik. Hər şey keyfiyyətlidir. Orada bizdə nehrə aparatımız da var, nehrə aparatımız. Mənim üçün süt alırsan, kənd həyatı yaşayan adam bilir. Bu bizdə nehrə aparatımız. İstəyərsəniz, ümumiyyətlə bu evdə müəyyən şeylər istəsəniz saxlaya bilərik. Bu bizim razılaşmamızdan asılıdır. Buradan çıxan ikinci mərtəbəyə, ikinci mərtəbədə, üçüncü mərtəbəyə çıxardır. İkincisi verirsiniz, vermirsiniz. Bizdə bu ağlayla şəbəkədir. Daşın qalınlığını görürsünüz. Təmiz daşın qalınlığı 6-lıqdır qalınlığı. Ağlayım təmiz gülbaq ağlayıdır. Yəni bahalı gülbaq daşıdır. Keçən içəriyə. Hüseyin müəllim. Bəli. Salam aleyküm bir daha. Xoş gəlmisiniz. Sağ olun. Keçən bir də içəri çəkiş eləyəyin. Ya Allah, bismillah. Hüseyin müəllim, görürsünüz də bizim parkemiz bu sortdur. Qəşəng parketdir. Sağda bizdə belə bir xoşqamız var. Bəli. Sonra keçirik bizdə. Sağda kombi bateryası var. Burada damoxon xəttinə qədərimiz var. Burada da avtomatlar, işlən avtomatlarıdır. Bəli. Bir də ki, canım sizə desin. Evdə kamerada var. 4 dənə kamera evin çölünü çəkir. Bir dənə kamera qoymuşam girişə. Pilləkənimiz təmiz fıstıqdandır. Bolumuz Vuji sortdur. Yəni keyfiyyət öz-özünü deyil, hər şey göz qabağındadır. Yəni keyfiyyət cəhətdən. Keçən sağ tərəfdə də bizə zal var. Keçən buyurun, xoş gəlmisiniz. Zalımız maşallah uzunluğu 10 metr yarımın 4 yarımadır. Bol da gördüğünüz kimi parketdir. Parket de Vuji sort parketdir. Vuji sortdur. Canım sizə desin, evin hündürlüyü 4 metrdir. Hündürlüyü 4 metrədir. Canım sizə desin. Mənim üçün burada müəyyən şeylər var. Mənim üçün o indi inşallah alınan zaman danışılansın da bizi nəyəsə saxlayacağım inşallah. O sonraki söhbətdə. Klient olsa biz danışacağıq, razılaşacağıq. Belə bir bizim zalımız var. Yəni bir şey deyim sizə, qapılarımız çox keyfiyyətli qapılardır. Qapılar çox keyfiyyətli, özü hündür qapılardır. Hündür qapılardır. Yəni xoş gəlmişsiniz bir daha. Bizdə də indi burada sağ tərəfdə bizdə mətbəxdir. Mətbəxin bir gözəlliyi var, maşallah. Gözəl mətbəximiz var. Burada qabı yandı. Burada bizdə paltar yandı. Sonra bizdə bax burada o qaz plitəsi Bosch firmasınınkidir. Çox qiymətlidir, onu bilən bilir də, yəni keyfiyyətini bilir. Məncə bu xaladenik Bosch firmasınınkidir. Kondisioner Samsungdur. Buradan da belə gözəl bir panorama var. Evin qarşısına belə baxılır. Buradan da düz göl görsənir. Sonra necə televizor var burada. Televizor var. Keçən burada bizdə sağda
sanitar qovşaqdır. Üzrsən, burada ikinci mərtəbənin kollektor sistemidir. Kollektor sistemi buradadır. Kombine sistemi buradadır. Mərtəbədə üçüncü mərtəbə. Üçüncü mərtəbəninki ayrıdır, bu ikinci mərtəbənindir. Keçən bizə belə hamam tuvalete baxın, sanitar qovşağa baxın. Pol isti poldur. Görürsün nə yer istidir. Genişdir. Genişlik 4 metrdən 4 metrə bizdə belə sanitar qovşağımız var. Keyfiyyətindən söhbət olunmaz. Mənim kabinetlərim İspaniş kabinetlərdir. Üçüncü mərtəbə hamam tuvaletin sanitar qovşağının kabinetləri. O Braziliyasidir. Braziliyandır. Pol isti poldur, gördüyünüz kimi. Siz şey çəkərdiniz, patoloq çəkərdiniz. Keçən üçüncü mərtəbəyə. Sonra pol taxta pləkan bizdə fıstıq, təmiz fıstıqdır. Yəni, zövqə uyğun eləmişəm də yəni. Buranın tikintisi düz bir il gedir. 2016-cı ildən 2017-yə də burada tikinti gedir. Tikinti dayanmıyor, ha. Tikinti gedir. İşte böyle bir otaqlardır. Birinci keçən bir otaqdan başlayalım. Birinci yataq otağı. Birinci yataq otağı, bəli. Böyle bir otaqdır. Bizdə sanitar qovşağıdır. Belə bir sanitar qovşağımız var. Bax, buranın kabinetləri buraya gedir. Bir də ki, üzr istəyirəm. Dama çıxmaq istəyən olsa, buradan lük var. Bunun altında lük var, dama çıxmaq üçün. Aydın. Bir də ki, üzr istəyirəm, yəni üçüncü mərtəbənin damın krişası beton monolit. Monolit. Bəli. Belə bir otaq var, ikinci yataq otağı. Buna desk otaq gedir. Desk otaq gedir. Buradan da belə bir gözəl panorama var. Gene orada da baxdığınız kimi belə hündür görüş var. İkinci yataq otağıdır. Şimdi keçelim üçüncü yataq otağına. Üçüncü yataq otağı. Üçüncü yataq otağı genişdir. Çok genişdir. Böyle bir şey. Burada da pəncərə, 3 dənə də qovşan pəncərələri. Mənim plastikim təmiz Almanya plastikləri da pəncərələr. Təmiz sırf Almaniyandır. Keçən 4-cü yataq otağına. Bu da bizə 4-cü yataq otağıdır. Bu da belə bir geniş otaqdır. Buradan da inşallah bizim bu bağımız görsənir. Buradan da bağ görsənir. Pəncərə baxır bağa. Gözəl. Gözəl gününüz olsun. Buyurun, keçəyin. Keçəyin indi balkona. Bizdə bu arada balkon da var. Bu balkondan çox iyi görsənir. Görürsün, maşallah, azan səsi gəlir. Azan da verilir, maşallah. Yəni, belə azan səsi gözəl səsdir. Amma yəni, bax, görsənir buradan, Hüsam mənim, baxın. O, Köroğlu metro stansiyasıdır. Orada sokağın binası görsənir. Biraz da havada dumanlıq var, tam görsənmir də. Orada Olimpiya stadionu var. Sonra canım siz, bax, orada görsənir Mehtabatdır, baxın. Orada Mehtabatdır. İndi bilməm, orada necə görsənəcəkdir. Mehtabatdır. Bax, bura Nuxanadır, bax, görsənir, görsün, Nuxanadır. Çox hündür yerdir, havası gözəldir. Burada da Sabah klubunun stadionu yerləşir. Bəli. Yaxındadır, yəni 5 dəqiqəlik yol. Bəli. Şahan bir də bir şey söyleyeyim. Burada bizdən bir 100 metrlik qabaqda orada bizdə oba market var. Sonra təndir evimiz var. Sonra tikinti material mağazini var. Bəlkə də buradan görsənir binanın başı. Elə bax, obanın binanın başı görsənir burada. Yaxındadır. Yəni bura süperdir, ideal bir məkandır. Həm havasına görə, həm tikintisinə görə, ev tikinti çox keyfiyyətli tikmişəm bu evləri, evi ödüm üçün tikmişəm. Yəni mən bunu satmaq niyyəti etməmişdim. Şah müəllim, mən müəyyən şeylər var, demədim, onları izah eləmək istəyirəm, demək istəyirəm ev tikintisi barəsində. Mən özüm inşaatçıyam, 2002-ci ildən ev tikintisinə məşğulam. Bu evi sırf tikmişəm özüm üçün.
Yəni satmaq niyyətini tikməmişəm. Çünki o müəyyən şeylər ki, onları sizə dedim tikinti ilə bağlı. Bu sırf bu satış niyyətini tikilmirdi. Sırf özüm tikmişəm. Prosta müəyyən səbəblərdən biri də ki, odur ki, övladım yaşayır Avropada. Məndə bir qız bir oğlandı. Qızımı köçürmüşəm. Oğlum yaşayır Avropada, Azərbaycan dönmək istəmir. Ata, mən burada işimi qurmuşam, ona görə mən burada yaşamaq istəyirəm. Mən evi satıb niyyət odur ki, onu Avropadan bir mülk alım. Yəni satmaqda niyyətim oldu. Mən hələ bilsəydim ki, bu evi satacağam, mən bura həm can yandırmaqdan başqa da, həm bura mən normal vəsait qoymuşam. Yəni sadalan sizə də, mən üçün adicə Krişan məmur idi. Dedim sizə, kvadrat 7 manatdan 17 manat almışam. Bütün o evində krişası rükedi, bisetkanın da krişası rükedi, çöldə sanitar qovşaqdır, kaçenlidir, onun da krişası rükedi. Turbaların su xətti, kanalizasiya xətti Pilsa firmasının kedi. Maraqlansınlar Pilsa firması. Almaniya ilə Türkiyənin savmesli olan bir şirkətdir. Sonra qazetkalarım mənim celisti. Bu qazetkalar hətta məndə bisetkada da celisti. Evdən başqa da obyektdə də celis eləmişəm. Cevis firması maraqlansınlar, tanınmış şirkətdir, tanınmış firmadır. Yəni bir sözlə onu demək istəyirəm ki, adicə Ağlayın özü təmiz gülbaq daşıdır. Yəni heç bir daş keyfiyyətli daş, təmiz gülbaq daşıdır. Məncə orada mən fikir vermişsizlər. Üçüncüdə yazmışam Allah Məhəmməd yəni. Düz mən yazmamışam, onu usta yazım. Bəli. Mən dinə bağlı bir insanam. Mən bu evimdə mənim xeyli məsəl üçün imam süfrələri verilibdi, iftar süfrələri verilibdi. Bu evdə mən elə xeyirxah işlər görmüşəm yəni bu evdə. Bu ev çox düşərli evdir. Çox düşərli evdir. Bir də ki, yəni evdən düşərlidən başqa da, yəni evin özünün quruluşundan başqa da, yəni məkan söhbəti var. Məkan söhbəti də gözəldir. Mənim üçün aciz görüşdə Duz gölü. Mənim üçün burada o xəstələr ki var, asma xəstəliyindən əziyyət çəkən insanlar Duz gölü havası çox insan orqanizminə vacib olan bir şeydir. Yəni vacib olan bəli amillərdən biridir. Duz gölüdür, mənim üçün avtobus buradan keçib, bax bu dəqiqə avtobus keçib, baxın. Avtobus keçib evin qarşısına. Bu avtobus gedir birbaşa avtovağzalar, metro gedir. Yəni bu evi alan adam heç də uduzmayacaqdır. Yəni büyük gündə belə bir evi tikmək üçün insanların, and olsun Allah, milyondan çox pul lazımdır. Milyondan çox pul lazımdır. Mən bu həyətdən 100 kamaz torpaq çıxarmışam. 100 Bəli, 100 kamaz. Mən buranı qazanda, buranın fundamentini qazanda, bu fundament qazıldı. Nətən Navasokada şeben verildi. Şeben veriləndən sonra beton əkildi. 12 dənə kolon var. Mən orada dedim, yəni 12 dənə kolon göstərmişəm orada da, görsənir də. Mənim dam örtüyüm də beton monolitdir. Etaj arası beton monolitdir. Yəni bu ev sırf yəni satmaq niyyətini tikilməyibdi. Allah şahiddir ki, özüm tikmişəm. Prosta mən sizə bunun danışdığımdan yəni aqibəti nətərdir. Yəni uşağı Avropada ev almaq istəyirəm. O da Avropada ev almaqda bir yəni xeyir işlə bağlı. Hə, xeyir işlə bağlı. Yəni bu ev düşərli evdir. Bu evdə mən qızımın övladını, qız övladımın toyunu eləmişəm. Bu evdə xeyir iş olubdu. Bu evdə yəni imam süfrələri verilibdi. Bu evdə iftar süfrələri verilibdi. Yəni tanıyan bilir. İndi bəlkə də mənim o dostlarımdan, qardaşlarımdan həqiqətən görəcəklər bu videonu, YouTube-da görəcəklər ki, həqiqətən də yəni mən dediyim kimi var. Bəli. Bax buranın altı da obyektdir. Bəli, bunun altında obyektdir, bəli. Deməli, sizə bir şey deyim. Yox göstərdiyimiz kimi Bəli, qadın gözəllik salonu, bir də kişi salonu. Burada görsənir, gəlin bura baxın. Burada görsənir, baxın. Bax bu toldur, baxın. Qara görsən toldur. Bu istiyəşqi betondan sonra tol görsənir, qara. Deməli, beton veriləndən sonra, beton monolit veriləndən sonra uşaqlar, bura istiyəşqə verir, istiyəşqədən sonra bura qır çəkilibdir. Mən dedim sizə, 120 kilo almışdım. Bütün o torpaqda qalan hissə var ha, evdə. Torpaqda qalan hamısı qırranıbdır, 120 kilo almışdım. Qırrandan sonra tol vurubdur, bikres tolu. Özü də bikres tolu bir dəfə yox ha, 2 dəfə vurub. Ondan sonra pinoplast vurmuşam. Evin altı görsən evin altı istidir. Elə bilsən ki, kombi, ancaq kombi yoxdur orada. Maşallah. Yayda olur buz kimi, qışda olur ot kimi. Alan adam, qardaş, məsəl üçün, buranın kommunal pulu ilə də, işıq pulunu da verirəm, qaz pulunu da verirəm, su pulunu da verirəm. Hələ vəsaitdən biraz da qalır, 200 manatlı qalır, verirəm onun maşının benzinlə. Yəni bu ev öz tələbatın bu obyektini ödəyir. Həm obyekt var, həm ev var. Evin içində otursan, çörək gəlir ayda, sən qapı var. Qalib mənim çox gözəl yaratmışsınız. Yaşaya həm obyektdən də çörək pulu gəlir. Bəli. Gözəl. Yəni bu evi alan adam heç də uduzmayacaq. İnfrastrukturası da çox yaxşıdır. Bax burada yaxınlıqda elə buradan aradasa bir 150 metr, 200 metr Oba market. Bəli. Oba market, sonra Gəncə təndiri var. Bəli. Sonra tikinti materiallar mağazini var burada. Bəli.
Yəni əlverişli yerdir. Dayanacağı da görürsünüz. Aslında bəli, dayanacaq oradır, bəli. Bir də bir şey deyim sizə. Məktəb burada yaxınlıqdadır, 6 nömrə məktəbi yaxınlıqdadır. Sonra burada kənd məktəbi var, məktəb yaxınlıqdadır. Bağça var, bağça yaxınlıqdadır. Yəni istəyən adam istəyir apara Qurtuluşa. Qurtuluş buradan görsənir. Yox, oraya ehtiyac yoxdur. Bax burada yaxşı məktəb açıblar aşağıda. Yəni alan adam üçün burada bir problem yaranmayacaq. Çünki hər şey var. Mən hələ burada 7 il yaşayıram, and olsun Allah. O su cəni düzəltmişəm, 14 ton su cəni. Hələ mən o suyu asıb işlətməmişəm. Ehtiyac yox. Çünki su daimi gəlir. Gecə gündüz su gəlir. Burada fasilə, suda fasilə yoxdur. Qaz problemsizdir, işıq problemsizdir. Mən işığı sizə dedim. Mənim evimin işığı 3 fazadır. Öz şəxsi evimin işığı 3 fazadır. Yəni obyekti ayrıdır evin. Mən onu inşallah alan adam olanda mən onu deyəcəm. Müəyyən şeylər var, qalacaqdır. Müəyyən şeylər var. Məncə mən pirxoşkanı evdən çıxıb apara bilməyəcəm ki, pirxoşka qalacaq orada. Mətbəx meyvə aparmayacam ki, mətbəx meyvələri qalacaq orada. Mənim 2 dənə xaldionikim var. Onu istəyən adam danışarıq. İndi heç bir saat boşun xaldionik yoxdur içəridə. Yəni mən o vaxt almışdım boş firmasının xaldionikidir. Məncə kondisionerin boş firmasınınkidir. Məncə soban boş firmasınınkidir. Mən sobaya 1200 manat pul vermişəm. Yəni 1200 manat, 50 manat, 100 manat deyək ki, onu mən hədiyyə edim gedəm. O bizim danışmasıdır. İstəsə əşyalı da verə bilərəm, istəsə əşyalı da verə bilərəm. Buranın sənədləri. Sənəd, deməli torpaq çıxarışdır, mülkiyyətdir. 6 sot torpaqdır. Bir də ki, evin sənədi var, ev qubçadır, paketdir. Bəli, paketdir. Bir də ki, baxın, çöldəki kaçelni, sanitar qovşağın sənəddə var. Bura yuxarı söhbətgahdır, aşağı ambardır. Ambarda eləmişəm, obyekt vermişəm arendaya, düz gördüyünüz kimi. Onlar hamısı vergi ödəyirlər, burada bir problem də yoxdur. Özdə bir şey deyim sizə, mən fikir veriz vermədiniz. Həyətin obyektin qabağında da, həyətin obyektində də plaşatka, çox böyük plaşatka var. Yəni maşın saxlamağa tam giriş yeri, asfaltdır. Bu asfaltı özüm eləmişəm. Asfaltı özüm çəkmişəm. Yəni bu asfaltı özüm çəkmişəm. Yəni alan adam üçün tam əlverişli yol. O ki, Novxanın Bakı trasında mənim aramda 1 kilometr məsafə var. Çox maket deyilən yeri. Özü də bura hündür ərazidir. Fikir verin, orada binalar var da. Binanın başı bizim 5 mərtəbəli binalar var aşağıda. Onların damı heç buranın bəlkə də asfaltına çatmır. Hündür yerdir. Hündür yerdir. Havası gözəldir. İnanın ki, mən burada Hüseyin müəllim, yayda mən burada kamar ağzanət deyirlər də. Rusça kamarda Azərbaycan ağzanət. Mən ağzanət burada görməmişəm, inanın. Bax biz oturuq yayda bir şetkada. Mən burada kamar görməmişəm. O qədər təmiz havası var ki, təmiz havası var. Yenə deyirəm, təkrar olmazsa, bu Duz gölünün havası birbaşa asmanın dərmanıdır. Mənim burada bir qonşum var idi. Mən qabaq yaşadım Xırdalanda. Onun övladı asma xəstəsindən əziyyət çəkirdi. Həkim ona demişdi ki, Duz gölü. Bax burada özünü ev tikibdi. O boyda evin eşiyini qoydu, gəldi burada özünü ev tikdi. Bir də Qalib müəllim, evin qiyməti haqqında da bir məlumat verin. Evin qiyməti sözün açığı, yəni belə bir ev tikmək istəsə kimsə, belə bir ev tikmək istəsə, yəni özü başa çıxmasa da getsin kimləsə maraqlansın. Milyondan artıq pul lazımdır. Mən bu evi 600 min manata fikrim var satam. Bu evə belə bir çıxmasın 450 min gəlibdir. İndi bəlkə o 450 minə dediyim insan da görəcəkdir məni videoda. 450 minə gəldi, bir ay gəldi, getdi. Dedim qardaş, bu boyda belə evi tikməyəm, yəni o pul bəs eləməz. Milyondan çox pul lazımdır. Mən o vaxtda dedim sizə, Krişan almışdım 17 manat, indi Krişan kıvatı 37 manatdır. Öyle maraqlansınlar, o kanalizasiya xətti, su xəttinin fakturası məndə evdədir. 11.500 manatlıq işləmişəm. Yəni bu evi alan adam 600 mindən versə uduzmur. Çünki 600 min alsa 600 mindən 500 min artıq onda xeyir qazancı olacaq. Yəni uduzmur. Hər şeyim var da mən. Bu evdə hər şey var. Hər bir şey var. Kebabxanam var, təndirim var. Geri gələndə obyekt var, obyektdən ayda ilə gəlir. İndi bugünkü gündə bu qiymətdir də. Mən hər şeyin qiyməti qalsa, obyektin qiyməti qalmayacaqdır. Elədir. Oldu Qalib müəllim. Təşəkkür edirəm ki, müsahibəyə razılıq verdiniz və bizim müştərilərimiz, alıcılarımız, izləyicilərimiz çay içə-içə sizin müsahibənizi izləyəcək. İnanın ki, bu ev halal tikilmiş evdir. Bir dənə var. Mən özüm də halal insanam, halal zəhmətində qazan insanam. Maraqlana bilərsiniz burada küçədə, yəni bu küçədə maraqlana bilərsiniz. Mən ev tikintisinə məşğulum. Ancaq bu evi sırf özüm tikmişim, sırf özüm üçün tikmişim. Bu evin də 2 dənə müsbət şeyi var. Onu mən heç izləyə bilmərəm. Onu inşallah qismət olsa alıcıya deyəcəm. Bir alıcı bilməlidir. Bir mən bilməliyəm, bir də Allah bilməlidir.